Baxalaşa gedirlər. Bu baxalaşmanın da bu səbəbi odur ki, xaricə çıxır, ətlər xaricə çıxır. Ona görə də belədir. Bu yemək artımıdır və yaxud bu malın çıxışlarına görədir baxalaş. Ancaq onda görürəm mən baxalaşı. Yəni hökumət nəzər eləsə, bu ildə bir 2 ay yəni buraxsa, geridə qalan ayı millətə buraxsa, bu üçün ucuzlaşar. Yəni bax ona görədir. Məsələn, hazırda 2 aylarda 25 lar idi, indi 26 lar idi. 1 lar. Yəni başqa yerlərdə, Tiflisdə də məsələn 27-28 lar idi. Heyvanatda 33 lar idi. Əvvəl toğul əti, yəni biraz böyüyü 28 lar idi. İndi 33 lar idi. Yox, insanlarda biraz fərqlilik var da Səlama. Ona görə Səlama fərqli təsir olur. İndi insan var az təqabədə, belə nə deyim, imkanı azdır, o biraz çətin çəkir. İmkanı olan adama da o qədər fərq vermir.